Hey murdar iblis! Hara belə? Ata, saraya qayıtsaq daha yaxşı olar. Fikir vermə Həyyan. Başını sal aşağı gedək. Onlara baxma, sanki onları görmürsən. Mən bu zalımı yaxşı tanıyıram. And olsun Allah'a ki zalimlerin başlarındandır. Ona aman vermeyin. Öldürseniz sababa batmış olarsınız. Hüseyin'in kısası namine. Kanına kurban Hüseyin! Sabredin! Sabırlı olun! Öldürmeyin! Sabırlı olun! Sabırlı olun! Emir Muhtar'ın fikrini öğrenmek lazımdı. Dayanın! Hadi tamaşaya bakırsınız. Gelin görün. Ay deliler, buna hokkadı çıkartırsınız. Ağılsızlar! Katiller! Bu ne işiydi gördünüz? Siz nece Müslümansınız ki günahsız insan öldürürsünüz? Onda sizle evvel bu işi görenler arasında ne fark oldu? Ebu Emre, özünü hürmet eləsən yaxşı olar. Yoksa niye kıyam elədiyimizi unutmusan? Bu məlum bizim kanımızı soran zəli idi. Puh! Sen kimsen ki hüküm verirsen? Kanun mənəm, mən! Bəs əqidəsinə görə illərlə zülm altında qalmaq qanun idi? Kanun budur! Kanun budur! Kanun bu basılmış dağdır! Bu dağ! And olsun Allah'a! And olsun Allah'a! Muhtar əhdə vəfa eləməyib. Verdiyi sözə əməl eləməzsə, zalimlərlə anlaşmaya gedərsə, onda öz əyri ərəb qılınclarımızla onu düzəldəcəyik! Mən cəhənnəm arzusunda deyiləm. Əgər muxtar hökumətində nahaq qan axarsa, bu hökumətdən əl çəkib çıxıb gedərəm. And olsun Allaha, əgər Əlinin hakimiyyəti dövründə belə bir hadisə baş versəydi, öz başınaların dərsini soyardı. Cihan, Munzər və övladlarının qatilləri cinayətkardır. Hamısını zindan atın. Oldu emir. Biz belə danışmamışdıq, Muxtar. Bəs necə danışmışdıq ki? Sən qiyamın şüarını siyasi idarəçiliyə qurban verdin. Deyəsən, cənabınız hakimiyyətin şirinliyini dadmağa başlayıb. Zindana salınmaları haqqında əmr verdiyin insanlar, hamısı Əliyə sevgisi olduğuna görə bədənlərində bir yeridə sağlam qalmayan, ürəyi, cigəri yanmışlardı. Onlar elə bir iti öldürdülər ki, ağamız İmam Hüseynin ölümündə əli olmasa da, amma Əli övladlarına az zülm etməmişdi.
necə olur ki, Əbu İshaq ədalətin icrasından bu qədər narahat olur? Əgər qərar olsa ki, hər kəs qılınc çəkərək ədalətin icrasına qalxsın, o zaman daş da üstündə qalmaz. Bu məntiqiniz mənə çatmır. Bu sizsiniz ki, məntiqinizlə Hüseyin əzadarlarının yarasına duz səpirsiniz. Siz Hüseynin qisasını almaq naminə qiyam edibsiz. Siz bu cemaata qisas vədi vermisiniz. Bəs qisas hanı? Hüseyin qatilləri gözlərimizin önündə şərab içərək matəm saxladığımız saqqalımıza gülürlər. İntiqam almaq istədikdə deyirsən, hər şeyin öz zamanı var. Biz siyasətlə davranmalıyıq. Bu necə siyasətdir ki, cemaatın qəzəb odunun üstünə su səpərək onu söndürmək istəyir? Bəlkə hakimiyyəti itirməkdən qorxursuz. Əgər siz hakimiyyətə gəlmək üçün qiyama qalxıb, əldə əsa hərəkət etməyə məcbursunuzsa, bizim belə bir məcburiyyətimiz yoxdur. Emir Şəddad, mən Şiyyənin nəticəyə varan qiyamını çılğınlıq üzündən məhv etmək fikrində deyiləm. Şiyyə sizin kimilərin düşünülməmiş fitvaları üzündən az zərər görməyib. Görünür öz dövrünüzün zərurətlərini dərk etməmsiz. Əgər Müslüm İbn Əqil sizin hücumatınızdan öldürüldü desəm yanılmaram. Heç vaxt ədalətlə rəftar eləməmsiz. Nə Eynülvərdədə, nə Kərbəlada, nə də bugün. Həmişə ya ifrata varmısınız ya da təfritə. Əgər özünüzü əli ardıcılı adlandırırsınızsa, əgər 30 illik məğlubiyyət və kədərli sonluqdan sonra əli ardıcılarının hakimiyyətinin qalmağını istəyirsinizsə, gedin bir xəlvətə çəkilib Allahınıza dua eləyin, bilmədiyiniz və anlamadığınız işlərə müdaxilə etməyib, ağzınıza gələni danışmayın. Siz onun dedikləriyle razısınız? Çox yaxşı. Onda mən sizin günahınıza şərik olmayacağım. Əgər Muxtar qiyamdan öncə bu əqidəsini dilə gətirsəydi, mən ona beyyət edib özümü günaha batırmazdım. İlahi tövbə. Tövbə eləyirəm. Muxtarın ürək sirlərindən xəbər tutduqdan sonra, əgər mən beyyətimi geri götürməsəm, günahkar olaram. Səbirli ol Rüfaya. Sən ki yarı yolda dostları atanlardan deyilsən. Mənim həqiqi dostlarım Eynülvərdədə, qəbirdə yatırlar. Gedib Süleymanın qəbir torpağında təyəmmüm edib, Muxtarla beyyət zamanı murdara batmış əlimi təmizləyəcəm. Tövbə elə Rüfaya. Sənin və Muxtarın fikirləri üst-üstə düşmürsə, niyə bir-birinizi çirkinlikdə itham edirsiniz? Sən onun tərəfindəsən, çünki sənə qiyam qənimətlərindən böyük pay çatıb. Özünə rəhmin gəlmirsə, heç olmasa mərhum atan Malikin ruhuna rəhm et. Biz əmir, vəzir və qoşun başçısı olmaq üçün qiyam etmədik. Ağamız Hüseynin qatillərindən qisas almayınca bu qiyam məğlubiyyətə məhkumdur, əmin ol. Cilovu bırax, çəkil yolumdan. Qırıldayıb durma Şəbəs. Muxtara beyyət, Muxtara beyyət. Muxtar indiyə qədər səninlə beyyət etdiyi əli 100 dəfə təmiz suda yuyub. Canavarın tamahından bir xəbər uzun qulaq onun salamından xoşhal olub. Əgər Muxtar səninlə beyyətini pozub, səni çarmıxa çəkməsə, mən bu bığlarıma od vurub yandıraram. Sən o sıçan quyruğuna bığ deyirsən? Niyə dəyərsiz bir şeyi mərcə qoyursan? Elə şey qoy ki, qiyməti olsun. Atanın adını anamın kəbin sənədinə yazsam, bundan yaxşıdır. Şəbəs, çox silə qalxma. Sən anda hətta öz sadəliyi ilə
sənin beyyətinin yaxşı iş olmadığını anlayıb. Beyyəti cəhənnəm olsun Şimir. Məcbur qalıb bir qələt eləyib. Amma onun Muxtarın amannaməsinə inanmağı adamı lap cin atına mindirir. Şimir, indi iş o yerə çatıb ki, bu Yelbeyinin sözləri sizin üçün hüccət olub. Uşaqdan böyüyə qədər küfədə hamı mənim Ömər Səd qoşununda Hüseynə qarşı döyüşdüyümü bilir. Əgər Muxtarın intiqam fikri olsaydı, mən və mənim kimilərlə beyyət eləməsi ilə öz adını bədnam eləməzdi. Məyər kar idiniz, eşitmədiniz ki, Rüfaya buna görə Muxtardan ayrılıb? Onun beyyət etməsi hoqqabazlıqdır. Şəbəz, həqiqətən də Muxtarın bizim kimi insanların beyyətinə hörmət etdiyinə inanırsan? İndiyə qədər hörmətsizlik eləməyib. Ömər Sədə yazılı amannamə verib. Haqlısan, amma bunların hamısı siyasətdir. Unutmusuz? İbn Yezid bu yalançı adama Zübeyir övladlarına qarşı çıxmamağa dair and içdirdi. Qurana əl bastırdı. Amma bu yalançı zindandan çıxan kimi andını pozdu. Bu Muxtarın xislətindədir. Düşmənə bac verməyə məcbur olduğu yerdə verər. Məcbur olmadığı yerdə isə istədiyini yeridər. Onda bəs bizimlə beyyəti qəbul eləməyə onu vadar eləyən nə idi? Bizi ələ salmısan Şəbəs. Mənə Yelbeyin deyirsiniz. Əgər həqiqətən Muxtarın səninlə niyə beyyət etdiyini anlamamısansa, onda sən uzun qulaqsan. Cənab şair, bəxtiniz gətirdi. Əmir sizi qəbul eləməyə razı oldu. Buyurun. Hara İbn Həmmam. Bəh. Əbu Ümrəni görməkdən gözlərimiz aydın. O qədər əli dedin ki, əvəzində əlin də çörəyə çatdı. Eşitmişdim ki, əlinin möcüzələrindən biri də zəiflərin ona sığındığı zaman izzət sahibi olmalarıdır. Bugünə qədər inanmırdım. Amma bugün gözlərimlə görürəm ki, əlinin adı ilə bu diyarda qullar və qeyri-ərəblər ağ günə çıxıblar. İki başlı danışma, dedim hara? Muxtarla görüşə gedirəm. Hökumət sarayının qapıları şeytandan başqa hamının üzünə çıxdı. Nə qədər ki sən öldürməmişəm, geri qayıt. Yaxşı. Əgər Muxtar məni görmək istəsə necə? Mən istəməsəm Muxtar heç kimlə görüşmür. Rədd ol buradan. Deməli Kufəlilər Əbu Ümrə adı gələndə titriyirlər sözləri yalan deyilmiş. Deyilənlərə görə Kufə cəmaatı sənin və gizli xəfiyyələrinin qorxusundan hətta yataqda da sirlərini dillərinə gətirə bilmirlər. Neynədiyini bilirsən ki, ya? Əli nə vaxt sizin kimi hakimiyyət sürüb? Əli insanların hakimi idi. Sən və sənin kimi şeytanların yox. Nə oldu İbn Kamil? Faydası yoxdur Kiyan. Necə yəni faydası yoxdur? Yəni Muxtar İbn Müti haqqında heç nə eşitmək fikrində deyil. 3 dəfə bu xəbəri Muxtara çatdırsam da, əmir özünü eşitməməzliyə vurdu. Sən hələ də buradasan məlun. Nə qədər ki iç sifətim dönməyib, itil buradan.
Bu şair İbn Həmmam deyil? Şükür olsun Allaha ki, Muxtarın dəstəsində özlərinə fəxr ola biləcək bir şəxsi tanıyan ərəb tapıldı. Sənin bu əcəm dostun mənim dilimi anlamır İbn Kamil. Ona söylə ki, ərəbin şeiri onun qılıncından kəskindir. Sən onun əli ardıcıl olduğu üçün ondan həmişə şallaqla danışırdın. Onu neçə dəfə şallaqlamağın yadındadır? Bu iblislə danışmaq faydasızdır İbn Kamil. O yalan danışmaqda ustadır. Ondan yalnız qılınc dili ilə danışmaq lazımdır. Rədd ol buradan! Mən Muxtarı görməyincə yerimdən tərpənən deyiləm. Bu dəqiqə sənə Əbu Ömrə haqqında eşitdiklərinin nağıl olmadığını sübut eləyərəm. Hey! Yox. Yox Kiyan. Onunla işin olmasın. Şübhəsiz ki, əmir bu xəbəri eşitsə inciyəcək. Muxtar da lapağını çıxarıb. Kiyan, Hə, niyə İbn Mütə haqqında xəbəri mənim söyləməyimi istədin? Bu qədər vaxtı əziyyət çəkib onun yerini öyrəndikdən sonra niyə özün demədin Kiyan? çünki mən ərəb deyiləm. İbn Müti isə ərəb əyanlarındandır. Əgər bu xəbəri mən desəydim, bir dəstə dərhal ərəb-əcəm məsələsini ortaya atacaqdı. Muxtarın niyə bu qədər dəyişdiyini başa düşmürəm. Gecə, qiyam gecəsi, Muxtar. Kuf adamlarından göyə alov yüksəldi. Qanın yerdə qalmaz Hüseyn şüarları Kufəni lərzəyə gətirdi. Sanki dünyanın sonu idi. İza zülzülətil ərzu zilzalaha təsdiqini tapdı. Məzhəc qəbiləsindən Polad biləkli, şir ürəkli, geniş qəlbli Xəlil adlı bir cavan Muxtara qoşuldu. İbrahim elə bir cəngavərin oğlu idi ki, qəhrəmanlıq dastanı, anaların laylası, gəlinlərin nəğməsi idi. O elə döyüşdü ki, hamı Malikəşlərin ərşdən yerə endiyini zənn elədi. Əsəd qəbiləsindən digər bir şir meydana çıxdı. Yezid ibn Ənəs ayağını üzəngiyə qoydu və tayfasının cavanları ilə düşmənə tərəf çapdı. Düşmən başda olan tükün sayı qədər çox idi. Əhmər ibn Şümeyti gördüm ki, sanki düşmən başını başdan tük götürmüş kimi kəsirdi. O gecə Əli dostlarının gecəsi idi. Və Əli o gecə yenidən ədalət kürsüsünə əyləşdi. İbn Həmmam sizi və qiyamınızı dəstəkləyib, ona ənam düşür. İbn Həmmam, mən qaydana qədər gözlə. İbn Həmmam, məndən sənə əla bir at və üstündə də bir qiymətli paltar hədiyyə. İbn Həmmam böyük şairdir. O əvvəllər dəfələrlə öz şeirləri ilə bizi sancmışdı. Əgər bugünkü tövbə şeiri Allahın razılığını əldə eləmək üçündürsə, Allah öz onun mükafatını versin. Yox, əgər bizdən ənam qoparmaq üçündürsə, mənim ona verəcəyim ənamım yoxdur. Sözün qısası, biraz sərvətim vardı, mübariz və layiqli qardaşlara payladım. Ənam almaq üçün şeir söyləyən şəxs, mən biləni elə ənamsız qalsa yaxşıdır. Bu qəsidəyə sən tərəfdən ənam düşməz. Çünki şair səndən İbn Şümeyt kimi qorxaq bir çaqqaldan meydanda aslan yaradıb.
Yum ağzını dinsiz kafir. İbn Şümeyt'in kılıncı senin kimi özünü satan yaltaqların qasidəsindən qat-qat itidir ay şərəfsiz. İbn Həmmam mənim himayəmdədir. Elədikləriniz kişiliyə sığmır. Şair sizi tərifləyir, sizsə hörmətsizlik eləyirsiniz. Ənam vermirsənsə vermə. Heç olmasa daş da atma. Deyəsən taleyimizə yazılıb ki, mən həmişə zindanda, sən isə mənə gözətçi olasan. İndi də bu cürdür. Mən yenə zindandayam, bu dəfə kiçik hücrədə deyil, sarayda. Əgər bu cür yanaşmalı olsaq, dünyanın hər yeri zindandır. İnanırsan ki, bu sarayda özümü zindandakı kimi hiss eləyirəm. Mənim qol qanadımı bu qədər bağlayacağını bilməzdim. Məni anlamaq üçün mənim yerimdə olmağın lazımdır. Səncə nöqsan işin harasındadır? Nöqsan? Dostlarımın cahilliyindədir. Nahaq yerə məni anlaşmada ittiham eləyir. Hakimliyi məni yoldan çıxardığını deyirlər. Artıq məndə həvəs qalmayıb. Kaş siyasət aləmində gördüyüm yaralardan biraz da onlar görəydilər. O zaman məni qınamaq yönündə bu qədər uzağa getməzdilər. Hər yeni bir hökmranlıqda bu sözlərdən çox danışırlar. Hakim ağıllı olub onlara qulaq asmamalıdır. Öz işinlə məşğul ol, Muxtar. Dostlarımın yanlış anlaması böyük dərddir, Zahidi. Qorxuram düşmənin işimizə vura bilmədiyi ziyanı mənə qarşı bu cahil dostlarım vursun. Bağışlayın əmoğlu, mənim Muxtara ağıl verməyim heç yaxşı düşməz. Əgər sən neynədiyinə inanırsansa, çətinlikdən heç vaxt qorxma. İmanın bəlası yalnız şeytandır. Məlun şeytandan Allaha pənah aparıram. Zahidi, Buyur. səni vacib bir iş üçün çağırmışam. Canıma təhlükəsi yoxdur ki. Yoxdur. Hələ də dünya zindanına bağlı olduğunu yaxşı bilirəm. Sözün düzün deyim əmoğlu. Canımı çox istəyirəm. Əgər tapşırıqlar canıma təhlükə atmayacaqsa, mən qulluğunda hazıram. Yox, əgər damağımdan bir damcı qan axsa, onda məni üzürlü bil. Hər şeyə rəğmən vəfalısan. Çox sağ ol əmoğlu, təşəkkür. Özünü İbn Mütiyə çatdırmalısan. O, Əbu Musa Əl-Əşərinin evində gizlənib. Götür. Bu qızıl kisəsini ona ver. De ki, gizləndiyin yer məlum olub. Dərhal Kufəni tərk elə. Yoxsa Rüfaiyə və dostları kimi dəllərin əlinə keçsən, səni parça-parça eləyərlər. Əgər Kufəni tərk eləmək üçün kömək istəsə, ona kömək elə. Əgər təhlükəsiz tapşırığın budursa, bəs onda təhlükəli tapşırığın hansıdır?
İbn Mütiyə niyə kömək eləyirsən, Muxtar? Dostların bilsə, bunu sənə bağışlamaz. Kimsənin bilməsinə ehtiyac yoxdur. Elə buna görə də bu işi sənə tapşırıram. Bu səninlə mənim və Allahımız arasında olan bir sirdir. Niyə İbn Mütinin canı sənin üçün bu qədər qiymətlidir? Əgər İbn Müti burada öldürülsə, fitnə ustaları Zübeyrin oğlunu İraqa hücum eləməyə təhrik edəcək. Bildiyin kimi biz tezliklə Mərvan ordusu ilə döyüşməli olacağıq. Bizim eyni anda hər ikisi ilə döyüşməyə qüvvəmiz yoxdur. Digər tərəfdən, İbn Əl-Hənəfiyyə Məkkədədir. Əgər İbn Müti Kufədə öldürülsə, İbn Zübeyrin oğlu öz adamının qisasını almaq üçün ona təzyiq eləyəcək. Hənəfiyyə təzyiq altında qalarsa, bizi dəstəkləməkdən vaz keçməli olacaq. Və qiyamımız məğlub olacaq. Get Zahidi. Get, nə qədər bu cəmaat İbn Mütinin harda olduğundan xəbərsizdirlər, onun qaçmasına kömək elə. Təhlükəyə düşməyə dəyər. Muxtar bir çox uğurları ilə şücaətli və səxavətli əmsi oğluna borçludur, Zahidi. Həmişə mənə kömək eləmək üçün özünü təhlükəyə atmısan. Əvəzində isə yaxşı mükafat almışam. Zindanban olmaqdan yorulmadın? Nə qədər ki, Muxtar zindanda olarsa, yox. İcazənizlə. Uğur olsun. Allah amanında. Muxtar döyüş üsul və qaydalarına şərafətli və mərd bir sərdar kimi riayət elədi. Əgər əvəzini çıxmasam, nankor olaram. Ona söylə, nə qədər ki sözümün kəsəri var, Hicazda onu və onun qiyamını müdafiə eləyəcəm. Muxtar bütün nail olduqlarına layiqdir. Tez tərpən şeyx. Muxtarın bəzi dostları çox ifratçıdır. Bu vaxta qədər Əbu İsaq qarşılarını kəsə bilib. Munzər İbn Həssan və oğlunun ölümünü eşitməmiş olmazsan. Əbu İsaq qətli törədənləri zindana salsa da, Munzər və oğlunun dirilməsinə heç bir fayda olmayacaqdı. Zahidi, mənim Kufəni tərk eləməyim üçün Muxtarın köməyinə ehtiyacım var. Siz istəsəz, mən sizə kömək eləyə bilərəm. Mən sabah gecəyə hazıram. Gecələr daha təhlükəlidir. Əbu İmrənin xəfiyyələri gecələr daha çox diqqətli olurlar. Niyə sabah səhər hərəkət eləmək istəmirsiniz ki? Yaxşı, qoy siz deyən kimi olsun. Mosul hakimi Əbdürrəhman İbn Səid İbn Qeysdən Əmir Muxtara. Ərz eləyim ki, İbn Ziyad öz qoşunu ilə Mosulda düşərgə salıb. İndi mən Tigritə köçüb və orada sizdən əmr gözləyirəm. Mosul hakiminə yaz ki, Tigritdə qalsın və bizim qoşunlarımız ora gələnə qədər yerini tərk eləməsin. Bir də məsləhətləşmək üçün qoşun rəhbərini yanıma çağırın. Deyəsən İbn Mərcanı ölmək üçün yaman tələsir. Mən hələ Kufənin vəziyyətindən xatircəm deyiləm. İbrahim, sən Kufədə olanda müxaliflər səsini çıxara bilmir. Ona görə də sənin Kufədə qalmağın yaxşıdır. İbn Ziyadla döyüşmək üçün yerinə bir başqasını təyin elə. Mərcanı oğlunun ölümünün mənim əlimlə olmasını arzulayırdım. Əgər siz Kufədə qalmağı məsləhət bilirsinizsə, mən qalaram.
Mənə inandığın üçün məmnunam. Səncə kim bu həssas işin öhdəsindən gələ bilər? Yezid. Yezid İbn Ənəs. Onda vaxt itirmədən İbn Ənəsə qoşunun yarısını götürüb döyüşə getməsini əmr elə. İbn Ənəs, eşitdiyimə görə İbn Ziyad ordusunun sayı 40 mindən artıqdır. Yaxşı olmazdı ki, 3 mindən çox qoşun götürəydi. Siz bu 3000 nəfəri 30 min hesab edin. Mən onları tək-tək seçmişəm əmir. Mənim əskərlərimin hər biri düşmənin bir dəstəsinə bərabərdir. Allahın köməyi ilə Mərcana oğlunun başını ayaqlarının altına ataram. Allaha təvəkkül eləyin, zeytun və çeşmə olan yerləri ələ keçirin. Düşmənlə qarşılaşan kimi onlara aman verməyin. Xəbərləri incəliklərinə qədər bizə yazın. Biz də daima yeni dəstələr hazırlayıb sizə köməyə göndərəcəyik. Əgər tam ixtiyar sahibi olsam, heç bir köməyə ehtiyacım olmayacaq. Musul hakiminə sənə tabi olmasını yazıb tapşırdım. İbn Ənəs, sən tam ixtiyar sahibisən. Qoşunun hamısı lal dinməz sənə tabi edilər. İbn Ənəs. Məsləhət görürəm yeni qüvvələrin gəlməsindən imtina eləmə. Bu düşməni qorxudar və əskərlərin əhval-ruhiyyəsini qaldırar. Sizin arxayın olmağınız üçün dedim. Afərin İbn Ənəs. Afərin sənə. Belə bir əhval-ruhiyyə ilə qələbə çalacağınıza inanıram. And olsun Allaha, əgər düşmənlə üz-üzə gələn zaman qələbə çalmasam da, şəhadəti əldən verməyəcəm. Şəbəz, sən bizi adam hesab etmirsən? Biz muhtarın yeganə elektarı deyilik. Onun Küfədə olan elektarları yenicə qurulan dövləti üçün başlıca təhlükədir. Onun bütün Küfə qəbilələrinə hakim olması üçün zamana, vaxta ehtiyacı var. Bir də Mərcanə oğlu böyük qoşunla yoldadır. Zübeyir oğlu da qoşununu çəkəcək. Muxtar isə onlarla qarşılaşa bilmək üçün Küfənin daxilindən əmin olmalıdır. Ya hamımızın başını vurmalıdır. Bu da mümkün deyil. Ya da hilə ilə ağzımızı yummalıdır. Niyə boynumuzu vura bilməsin ki? Dövran onun dövranıdır. Ürəyi istədiyini də eləyə bilər. Şəbəz, yerini möhkəmlətməyən hakimiyyət heç vaxt zor tədbiq eləyə bilməz. Əgər muxtar elə ilk gündən ölüb öldürməyə başlasaydı, onda cəmaat qorxar və onun ətrafından dağlardılar. Muxtarın indi gülərüz, mehribançılıq və insansevərlik niqabını taxmaqdan başqa çarəsi qalmayıb. Nə eləməyimizi istəyirsən? Muxtarın başının ayılmasına imkan verməməliyik. Onu iflic etmək üçün daimə zərbə vurmalıyıq. Yaxın dostlarını, Rifayəni ovladığımız kimi ovlamalıyıq. Əbu Ümrə yağlı tikədir. Muxtarın dövlətində əcəmlər böyük qüvvədilər. Olsun.
biz də itirdiyimiz hüquqları bərpa edərik. Ərəbin heysiyyətini qaytarmağı tələb edərik. Niyə Muxtar ərəbi ilə qeyri-ərəbi bir tərəziyə qoyub, onlara eyni cür yanaşır? Bu tələb Cihan və ətrafını çox narazı salacaq. Muxtar bizim beyyətimizə hörmət edirsə, bizim tələbimizə əməl etməlidir. Sən bu xəbəri Muxtara çatdırmaqda vəkil təyin edilirsən. Razılaşmasa necə? Razılaşmasa, onunla döyüşərik. Şəbəs, dostlarına hilədən əl çəkmələrini söylə. Bizimlə düşmənçilikdən əl çəksələr, biz də onların tələblərinə baxar və itirilmiş hüquqlarını onlara qaytararıq. Nəhayət ki, əmir öz əsas niyyətini aşkara çıxardı. Muxtar ərəbdir, Mehran. Gördün ki, ərəbi qeyri-ərəb qarşısında müdafiə elədi. Axı İmam Əli kimi davranmağa söz vermişdi. Yox, Muxtar ərəblə qeyri-ərəbə eyni gözlə baxmaq haqqında bizə söz verməmişdi. Biz boş yerə inandıq, Mehran. Bu sözü biz özümüzə vermişdik. Niyə dayanmısan, Şəbəs? Sözünü dedin, cavabını da eşitdin. Gedə bilərsən. Sizi and verirəm Allaha, məndən inciməyin, əmir. Əlimdən bir şey gəlmir. Mən mürdəşirəm. Sənin yuduğun ölüyə yazığım gəlir. İndi icazə verirsən dövlət işləri ilə məşğul olaq? Əlbəttə, əlbəttə. Mərhəmətiniz çox olsun, əmrin kölgəsi üstümüzdən əski olmasın. Kiyan. Kiyan. Cavabım səni narahat eləmədi. Mən qiyamdan əvvəlki Kiyanam. Əmir Muxtarın siyasəti mənə məlumdur. Kaş ürəyimdən keçənləri söyləyə bilib, vicdan əzabı çəkməyə məcbur qalmayaydım. Xəbərim var, hakimiyyət Muxtarı hara sürükləyir? Kaş əmirin istirablarına şərik ola biləydim. İranlı dostlarımız nə pıç-pıç eləyirlər? Deyəsən əmirin ədalətindən namid olublar. Əmirin onları aldatdıqlarını düşünürlər. Onlara de ki, narahatçılığa əsas yoxdur. Biz onlardan, onlar da bizdəndir. Siyasətdə bəzən sənə tərəf kəsə yatana daş atmasan geri çəkilməz. Daşa qılıncla cavab verərlər. Xoş gəlib səfa gətiribsəm. Buyurun. Buyurun. Çox sağ olun, çox sağ olun. Buyur əyləş. Məndən inciməyin, amma mən Şeyx Şəbəsi görəndə qarnım ağrıyır. Ayaq yoluna ehtiyacım olur. Bilmirəm niyə. Kəs səsini, Allahın ifriti. İlahi, şükür məsləhətinə. Belə bir yeri beyin yaratmaqda məqsədin nə olub bilmirəm. Bu nədir Şimir? Yenə bu eybəcər məxluqu arxanca salmısan ki, təlxeyli eləyib sizi güldürsün? Şeyx Şəbəs, doğrudurmu ki, əmir, Muxtar, Hüseyin qatillərindən intiqam almaq fikrindədir? Yox Sənan, bu heç vaxt mümkün olmayacaq. Ey Şimir, mən sualımı qarnında bircəcik düz bağırsağı tapılmayan sənə yox, baş alimlərimizdən olan Şeyx Şəbəsə verdim. Şeyx Şəbəscan, Əmir Muxtarın ziyarətindən nə əldə elədin?
bizi öldürəcək, yoxsa yox? Hə? Nə deyə bilərsən? Buyur, cavab ver cənab Şimir. Sənan, içə bilmirsən, əlvişənə bozlatma. Yox, ananın canı haqqı. Hər şey qaydasındadır. İbn Həccac, sən də. Mənim vəziyyətim qaydasındadır. Sənin vəziyyətin hamımızınkindən yaxşıdır, arxayın ol. Amma özünü gözlə ki, Muxtarın əlinə keçməyəsən, yoxsa sənə şallaq vurar. Salam olsun qulların və yoxsulların hakiminə. Yalançı oğlu yalançıya. Əmir Muxtara. Bırakın beni. Düz Muxtarın yanına gedirəm. Muxtarın yanına. Ey! Mənəm Sənan İbn Ənəs. Biraz qatı şərab içmişəm. Məsxərə edir məni şəbəs. De, niyə sındırırsan qəfəs? Ay Allah, şəbəs! Niyə söhbət edirsən əbəs? Qaçım uğursuz taleyimdən deyə sındırmışam neçə qəfəs. Heç olmasa özünüzü adam kimi aparın ki, cəmaat sizə inansın. Allahın əbədi bədbəxt olan Sənanın ağzından şərab iyi gəlir. Hara getsə bizi rüsva eləyəcək. Salam olsun Əmir Muxtara. Salam olsun Allah qoşununun sərkərdəsinə. Şad xəbərlər gətirən adama oxşayırsan İbrahim. Əmir, Allah ordusu ilk həmlədə düşmənə sarsıdıcı zərbə indirdi. Şam ordusunun rəhbəri Rəbiyyət İbn Məxariq və qoşunun böyük hissəsi öldürüldü. Onların düşərgələri isə bizim əlimizə keçdi. Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər. Allahu Ekber. And olsun Allaha ki biz qalib qoşunuq. Çünki dinimiz haq, tələbimiz ədalətlidir. İbrahim, qoy İbn Ənəs və Allah ordusunun qələbə xəbərini hər yerdə yaysınlar ki, cəmaat eşidib şad olsun. İbn Ənəsə də bir məktub yazıb, xidmətini dəyərləndirməliyik. İbn Ənəs xəstələnib Əmir. Ordumuzun yeganə məyus edici xəbəri yalnız budur. Xəstəliyi nədir? Möhkəm qızdırma və zəiflikdir. İbn Ənəs döyüş həvəsi ilə dayanmadan Mosula tərəf çapdığı üçün yəqin ki, yol yorğunluğu onu əldən salıb. İbrahim, xəstələnmə xəbərinin yayılması məsləhət deyil.